Mirağanı bugün birbaşa evlərinə yola salıram. Nənəsi ilə danışıb əməkdaşlarımız deyib, anası nə qərar verirsə mən də onun 2 əllə hə deyirəm. Yəni qızına deyir də, yəni Mirağanın nənəsi deyir. Bir sözlə bugün necə deyirlər sənin Mirağa ilə son görüşündür. Nə deyərsən son olaraq? Yəni Mirağaya son olaraq. Son olaraq demək istəyirəm ki, Mirağa. Yəni neyləmiz? Mirağaya edilən haqqı bu hal edir. Heç nə eləməyəcəm. Nə də ki, səni bağışlamayacam. Getməyimi görə bir söz demirəm. Sonunda sən peşman olun mənim üzümə qayın. Demək ki, Şanay qələt elədim, səhv elədim və səni attım. Mən onları tutdum. Demə bu söz, xahiş edirəm. Desin, həmin günü Allahın adına xəbər verəcəm. Bölməyə, Quran haqqı bölmədə mənim mərdələrim də bununla bağlı var. Yəni, sən narahat elədiyi üçün polisə deyə müraciət edəcəm də, yəni o barədə. Mənə polis də deyib ki, yaxşı oğlan olsaydı, qalsaydı, ona iş də düzələcəkdi şəhid atasının tərəfindən. O ki, der, səni atır, gedir, valideynlərin tutur. Sən də onun başını alladırsan da belə çıxır, hə Mirağa? Mirağa nədir? Neydi adı? Şanay. Başını pişirirsən artıq. Yox, Yavaş. başını pişirmək deyil. Ona iş lazım deyil. Lazım olsa iş verəcəm mən ona. Yəni ki, deməyim də odur ki, peşman olanda, mənə zəng eləyəndə deməklə ki, Şanay, bağışda, ölüm yolunda. Amma mən sənə o günü bağışlayacam ki, haçan desin ki, mən səhv elədim, səni qoydum. Onları tuttum, onu da səni bağışlayacağım o zaman. Onun aldıqları bir də 2 dəst maykası qalıb. Onları mən maşınla, gənciyə Allah qoysa, pulun verib yola salacağım. Ollaşdın. Durma, el.